Her vaxtınız xeyir olsun. Всем привет! Меня зовут Гюнай, и вы на моем канале «Учим азербайджанский легко». Сегодня мы поговорим о погоде. Хава. Эта тема часто используется в повседневной жизни, поэтому важно хорошо ее знать. Рассмотрим с вами, как звучат погодные условия. Güneş, güneş, güneşli, güneşli. Külək, külək, küləkli, küləkli. Duman, duman, dumanlı, dumanlı. Rütubət, rütubət, rütubətli, rütubətli. Şaxta, şaxta, şaxtalı, şaxtalı. Şimşək, şimşək, şimşəkli, şimşəkli. Yağış, yağış, yağmurlu, yağmurlu. Qar, qar, qarlı, qarlı. Çiskinli, çiskinli. Tutkun, tutkun. Fırtına, fırtına. İsti, isti. Soyuq, soyuq. Sərin, sərin. Göy qurşağı, göy qurşağı. Dərəcə, dərəcə. Hava, hava. Hava прогнозу, hava прогнозу. Хочу показать вам, как использовать слова о погоде в предложениях. Bugün hava güneşlidir. Bugün hava güneşlidir. Hava çok isti olacak. Hava çok isti olacak. Dünən yağış yağırdı. Dünən yağış yağırdı. Sabah hava küləkli olacaq. Sabah hava küləkli olacaq. Yağışdan sonra göy qurşağı göründü. Yağışdan sonra göy qurşağı göründü. Axşam dumanlı olacaq. Axşam dumanlı olacaq. Как же спросить о погоде? Вот несколько вариантов. Мы рассмотрим вопросы и ответы к ним. Hava proqnozu nə deyir? Hava proqnozu nə deyir? Hava necə olacaq? Hava necə olacaq? Bugün hava isti olacaq. Bugün hava isti olacaq. Dünən hava necə idi? Dünən hava necə idi? Hava soyuqdurmu? Hava soyuqdurmu? Gələn həftə yağmurlu olacaq. Gələn həftə yağmurlu olacaq. Bəzi rayonlarda hava buludludur. Bəzi rayonlarda hava buludludur. Bakıda hava yağmursuz olacaq. Bakıda hava yağmursuz olacaq. Axşam havanın temperaturu 8-10 dərəcə olacaq. Axşam havanın temperaturu 8-10 dərəcə olacaq. Göydə şimşək çaxır. Göydə şimşək çaxır. Dünən hava küləkli idi. Dünən hava küləkli idi. Sabah qar yağacaq. Sabah qar yağacaq. Bugün hava şaxtalıdır. Bugün hava şaxtalıdır. Bugün rütubət yüksəkdir. Bugün rütubət yüksəkdir. Dağlarda 4 dərəcə şaxta olacaq. Dağlarda 4 dərəcə şaxta olacaq. Bəs sizdə bugün hava necədir? Bəs sizdə bugün hava necədir? А у вас сегодня какая погода? Здорово! Теперь вы можете свободно говорить о погоде на азербайджанском языке. Активно используйте эти выражения каждый день. То, что вы сегодня узнали, это очень полезная информация, особенно для тех, кто хочет свободно общаться на азербайджанском языке. Я вам желаю много-много позитива. Получайте удовольствие от изучения азербайджанского языка. Если ролик был полезным, поставьте лайк и делитесь с друзьями.